Salam qardaşlar, daha bir e-maildə peçin zasonkaları deyək, yuxarı, aşağı, ayağa, arxaya vuran zasonkalar işləmidir. Biz sökmüşük, onu təmir edirik, təmir eləmişik, daha doğrusu qoymuşuq yerinə. İstərdim sizinlə paylaşam. Bilirsiniz ki, kondisioner sezonu gəlir, peç eybi yox. Peç patpresə vuranda heç bir reaksiya vermir, sadəcə isti vurur. Kondisioner sezonu gələndə birbaşa patpresə soyuq vuranda başlayır patpresin qabağını tərrətməyə. Bax, bura qədər hardasa tərrədir. Ona görə də müştəri qabaqçıdan yaxınlaşıb ki, yayda problem olmasın deyə biz bunu həll eləyək və rahat sürsün. Çox adam görürəm ki, buzdadır, o buzdatmaq olmaz. Buzladanda qabaq görsənmir. Hə, arkadaşlar, bax, indi yuxarı tərəfi açmışıq. İndi bağlayırıq. Bağlandı yuxarı tərəf. İstiyə soyuğa keçmə. Çoxumuz bardaçoku açırıq, orada məftil salırıq, zajimlə bağlayırıq, dartırıq. Bax, belə şeylər olur. Amma bunda deyil, bunda özünü düzəltdik. Məsələn, indi istidədir, soyuğa keçirəcəyik. Soyuğa keçirdik. Bunun bir şeyi yaxşıdır ki, bunun işləməyinin, həmin bu zasonkanın. Məsələn, istəmirsinizsə, məsələn, çox soyuq olsun, qoyursunuz 20 dərəcəyə məsələn. 20 dərəcəyə qoyursunuz. Belə mart ayı temperaturu deyim də, belə deyim. Çox nə soyuq, nə isti də. Və yaxud da peçi, məsələn, 28 dərəcədə deyil, çevirirsiniz 24-ə, 26-ya, 25-ə, belə tənzimləmək olur. Bunun bir şey yaxşı, isti soyuğu əlinlə tənzimləyə bilərsən. Amma ki, o bardaçokun içindən açıb bağlayanda ya soyuqda qalmalıdır, ya istidə. Onu yəni belə tənzimləmək olmur. Məsələn, bunda tənzimləyirsən ki, az isti olsun. Biraz da qaytarırıq. Xırda-xırda necə qaydır. Baxın, görürsünüz. İndi həmçində soyuğu. Baxın, soyuğu. Məsələn, tənzimləmək olur. Kimə lazımdırsa, müraciət edə bilər. Bir günü işdir, səhər qoyursunuz maşını, axşam götürürsünüz. Əlavə işlər də görülür. Məsələn, bunun qıpqası çürümüşdür, pis gündə idi. Biz ona özümüzdən qıpqa qoyduq. Yəni, bu da